Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən bu bölgəyə səfər eləmək üçün səbəb çoxdur. O, bir vaxtlar əfsanəvi İpək yolunda yerləşən və mühüm əhəmiyyətə malik dayanacaq rolunu oynayıb. UNESCO-nun Ümumdünya İrs siyahısına salınan abidələri, həmçinin təbiət mənzərələri ilə seçilən bu bölgə Azərbaycanın ən turistik diyarıdır. Məhz bu şəhərdən başlanan ecazkar təbiətə sahib 2 hiking marşrutunu kəşf edəcəyik. Bura Şəkidir. Biz hal-hazırda Şəki şəhərindəyik. O, Azərbaycanın ən turistik, ən gözəl və ən səfalı şəhərlərindən biridir. Onu da qeyd edeyim ki, Azərbaycanın ən çox səfər olunan şəhərlərinin top 3-lüyünə Şəki şəhəri çox vaxt başçılıq edir. Hər il yarım milyondan çox turist onu kəşf eləməyə gəlir. Son vaxtlar onun təbiəti xüsusilə məşhurlaşıb və bu yüzdən də Şəkidə bir neçə hiking marşrutları yaradıblar. Biz onlardan indi ikisini kəşf eləmək niyyətindəyik. Birinci hiking marşrutumuz Xan Sarayı Qurcana şəlaləsi. Onu da deyim ki, Xan Sarayın yanından start götürəcək. Eyni zamanda Şəkinin vizit kartı olan bu sənət incisini görmək şansımız olacaq. Hiking və trekking terminləri son vaxtlar çox populyarlaşıb. Terminlər müxtəlif olsa da, mahiyyətcə bunların hər ikisi yürüşdür. Hiking qısa, trekking isə uzun müddətli yürüşdür. Hikingə hər kəs qoşula bilər. Trekkingə isə təcrübə lazımdır. Şəkidə həyata keçirəcəyimiz yürüş konkret hikingdir və 2 marşrut üzrə olacaq. Bu marşrutlar Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib və yollar start nöqtəsindən finiş nöqtəsinə qədər nişanlarla işarələnib. Belə yürüşlər təbiətlə gözəl ünsiyyət vasitəsidir. Şəkinin təbiəti ilə ünsiyyətimiz təsadüfi deyil. Şəki qədim şəhərdir və burada hiking marşrutları köhnə cığırlar üzərində qurulub. Bizim həm Qafqaz dağlarının füsunkar mənzərəsini görmək, həm də qədim şəhərin tarixi ilə tanış olmaq, abidələrini yaxından görmək şansımız var. Tarixi mənbələrin verdiyi məlumata görə, indiki Şəki əvvəllər Şəki şəhərindən 10-15 kilometr cənubda olub. Köhnə Şəki şəhərini Sasani hökmdarı 1-ci Qubad tikdirib. Şəki adı eramızdan əvvəl 7-ci əsrdə Qaradənizin şimal sahillərindən Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət eləyən Sak tayfalarının adı ilə bağlıdır. Birinci əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrilib. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşir. (1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.
1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə dağıdıldı. Şəhər əhalisinin bir qismi başqa yerlərə köçüb getsə də, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən saldı. ...1930-cu ildə Sovetlər dönəmində bu zonada Nuxa rayonu təşkil edilir və 1968-ci ildən ərazi Şəki adlanmağa başlayıb. Xan dəbdəbəsi və xüsusi ustalıqla tikilən tək Azərbaycanın deyil, ümumiyyətlə Şərqin ən gözəl memarlıq nümunəsi sayılan Şəki Xan Sarayının qarşısındayıq. Saray 18-ci əsrin 60-cı illərində Ustad Abbasın memarlığı və Şəki Xanı Məmməd Hüseyn Müştaqın sifarişi ilə tikilib. Şəki Xan Sarayı 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib və belə bir dəyərli, qiymətli sənət əsərinin qarşısından birinci dağ yürüşümüz start götürür. Şəki şəhərinin qədimliyini, burada tarixi memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsinin xüsusi yeri olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti 1967-ci ildə şəhərin yuxarı baş hissəsini tarix memarlıq qoruğu elan edib. Memarlıq qoruğu və Şəki Xan Sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi UNESCO-nun İrs siyahısına daxil edilib. Xan Sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindən hesab olunur. Dünya abidələrinin siyahısına daxil edilən Şəki Xan Sarayı Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəticəsi Məhəmməd Həsən xanın dövründə tikilib. Xan Sarayı 2 mərtəbəli olmaqla 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsli fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr qeydirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilmədən xırda ağac və şüşə parçaları bir-birinə geyindirilib. Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ustaların qabiliyyətinə, bacarığına, zövqünə və əməyinə heyran olursan. Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən dağ marşrutları bax beləcə nişanlarla işarələnibdir. Bu günləri bizim gedəcəyimiz marşrut Qurcana şəlaləsidir. Yəni Xan Sarayından Qurcana şəlaləsinə. Yolumuz 4,6 kilometrdir, orada yazıldığı kimi və bu bizim təxminən saat yarımlıq vaxtımızı alacaqdır. Bu yerdə necə deyərlər, yolçu yolda gərək.
Şəki şəhərinin və əksər kənd yaşayış məntəqələrinin ərazisi dağ və meşə əraziləri ilə əhatə olunub. Bölgədəki dağ və meşə massivlərində kifayət qədər mənzərəli güşələr var. Həmin yerlərə atla və ya piyada səfərlər təşkil olunur. Xan Sarayı Qurcanaçay şəlaləsi son vaxtlar məşhurlaşan hiking marşrutudur. Bu yürüş üçün Şəkidə ən qısa və çox rahat marşrutlardan biri sayılır. Şəki Azərbaycanın o bölgələrindəndir ki, hiking marşrutu şəhərin mərkəzindən başlayır. Yəni şəhərlə dağ iç-içədir. Bu isə çox gözəldir. Biz isə təxminən 1 kilometrdən artıq biraz yol gəlmişik. Hələ ki vəziyyət yaxşıdır. Özümü yaxşı hiss eləyirəm və davam edirik. Şəkidəki dağ kəndlərinin ətəklərində kifayət qədər çeşmələr var. Bunlar əsasən yay aylarında çıxır. Yürüyüş zamanı 2 bulaq rastımıza çıxdı. Bulaq suyunun dadı həmişə fərqli və çox soyuq olur. Belə bulaqlar hiking zamanı turistlərin susuzluğunun xilaskarıdırlar. Yol boyu yürüyüş marşrutlarını göstərən nişanlar bizim işimizi çox yüngülləşdirir. Cığır çoxdur, ona görə də bu nişanlar çox qiymətlidir. Yürüyüş marşrutları Şəkinin gediş və dönüş istiqamətlərində quraşdırılıb. Hiking marşrutları göstərir ki, siz tarixi abidələri və füsunkar təbiəti ilə tanınan Şəkidə həm də aktiv istirahətdən zövq ala bilərsiniz. Şəkiyə səyahət zamanı unudulmaz və maraqlı macəralardan biri də hiking marşrutları ilə əzəmətli Qafqaz dağlarına qalxmaqdır. Bu marşrutlarda yol boyu sizi izləyən mənzərələr, dağ cığırları, ləzzətli zoğal, böyürtkən, alça ağacları, gilə meyvə kolları, bulaqlar, ab-hava yaddaşınıza ömürlük həkk olacaq. Burada yaşayacağınız emosiyalar uzun müddət unudulmur. Biz artıq gəlib birinci hiking marşrutumuzun, yəni Xan Sarayı Qurcana şəlaləsi marşrutunun sonuna çatmışıq. Gördüyünüz bu şəlalə Qurcana şəlaləsidir. O, Şəki şəhərinin içərisindən keçən Qurcana çayının başlanğıcına yaxın bir şəlalədir. Onda qeyd edeyim ki, Qurcana şəlaləsi 2 hissədən ibarətdir. Birinci yuxarıda yerləşir, o təxminən 5-6 metr hündürlükdən tökülür. İkincisi isə budur. Hündürlük burada təxminən 10 metrə yaxındır. Hər ikisinin yanında piknik qurmaq mümkündür. İndi biz bir balaca fasilə verəcəyik. Ondan sonra ikinci hiking marşrutumuzu başlayacağıq. Xan Sarayı Qurcana şəlaləsi hiking marşrutumuzu bitirib, vaxtımız olduğu üçün şəhərə qayıdan kimi Şəkinin seyrinə çıxdıq. Şəkiyə gəlib onun küçələrini, görməli yerlərini gəzməmək mümkün deyil. Şəhərin cazibəsi bura gələn hər bir turisti öz seyrinə salır. Şəkidə hikingə başlamamışdan əvvəl şəhərin özü ilə tanış olun. Onun küçələrini piyada gəzin, tarixi abidələrini ziyarət edin.
Bu sizə Şəkini həm yaxından tanımağa, həm də onu kəşf etməkdən zövq almağa kömək edəcək. Əsasən 18-ci əsrdə qurulmuş şəhər 19-cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişiklik edilməmişdi. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olmaqla burada insanlar tərəfindən yaradılmış memarlıq inciləri ilə bəzədilmiş bir diyardır. Şəkinin gözəlliyi təkcə möhtəşəm dağ mənzərələri ilə bitmir. Şəkidə olanda bir çox tarixi abidələri görmək şansınız var. Mehmanxana kimi istifadə edilən yuxarı karvansara indi də turistlərin zövqünə oxşayan yerlərdən biridir. Şəki şəhəri açıq səma altında nadir memarlıq incilərindən ibarət bir muzeyi xatırladır. Şəki ta qədimdən sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Bundan əlavə şəhərdə hər bir ev öz bağı və hasarı ilə əhatələnib. Şəki küçələri evlərin uyğun düzülüşü ilə deyil, əksinə özünə xas planlaşdırmaya əsasən qurulub. Buradakı evləri bir-birindən çəpər və hasarlar ayırır. Şəki şəhərinə başmaq seyrimizi bitirib sabahki marşrutumuz üçün istirahətə yollanırıq. Sabah səhər saat 6-da yola çıxırıq. Bu marşrutumuz Şəkinin mövcud 8 hiking marşrutlarının ən uzunu və relyefi baxımından daha çətindir. Xan Sarayı Xan Yaylağı marşrutu 8,7 kilometr məsafədədir. Bu isə 5 saata yaxın yol deməkdir. Hündürlüyü isə dəniz səviyyəsindən 2100 metr olacaq. Növbəti marşrutumuz Xan Yaylağıdır. Daha doğrusu Xan Sarayı Xan Yaylağı. Bu daha uzun marşrutdur, 8,7 kilometr. Təxminən deyilənə görə 4 saatdan çox biraz yolumuz var. Səhər saat 6-dır, hal-hazırda oraya getməyə hazırlaşırıq. Şəki Xan Yaylağı həm təbiətinin gözəlliyi, həm də tarixi dərinliyi ilə səyahətçiləri özünə cəlb edən unikal bir yerdir. Alp çəmənliklərindən dağ zirvələrinə qədər uzanan mənzərələr hər bir addımda bir macəradır. Bu marşrutumuz da gözəl mənzərəli yollardan, həmçinin Şəkidə məşhur olan Çatqal dərəsindən keçir. Yürüşə başlayanda dünən olduğu kimi bugün də hava çox gözəldir. Əhvalımız o qədər yaxşıdır ki, yolumuzun uzunluğu belə bizi narahat eləmir. Şəki yay aylarında təbiət qoynunda dincəlmək və uzun hiking marşrutlarını kəşf etmək istəyənlər üçün mükəmməl bir istiqamətdir. Xan Yaylağı bu bölgənin ən cazibədar yerlərindən biri olub, dağlarla əhatələnmiş geniş çəmənlikləri, təbii su mənbələri və təmiz havası ilə ziyarətçiləri özünə cəlb edir.
Bu yaylaq həm dincəlmək, həm də uzun yürüşlər eləmək istəyənlər üçün ideal məkandır. Xan yaylağı tarixi baxımından da mühüm bir ərazidir. Əsrlər boyu xanlar bu yaylaqlarda dincəlib və bu əraziləri istirahət yerlərinə çeviriblər. Yaylaq həmçinin gözəl mənzərələrə malikdir. Hal-hazırda arxada gördüyümüz dərə Çatqal dərəsidir. Ümumiyyətlə, Xan yaylağına 2 marşrut var. Onlardan biri 1-ci rayondan başlayır, o birisi isə Çatqal dərəsindən. Bu marşrut biraz uzundur, amma yolu daha rahatdır. Təxminən 40 dəqiqədə yol gəlirik, amma əsas yolumuz hələ qarşıdadır. Belə uzun yürüşlərdə fiziki hazırlıq çox vacibdir. Aktiv həyat tərzi keçirənlər üçün bu cür yürüşlər daha rahat ola bilər. Nəzərə alsaq ki, çox vaxt hiking dağlar arasında yürüyüş kimi qiymətləndirilir, bu zamanda fiziki hazırlıqlı olmaq vacib şərtlərdən biridir. Hiking bir turizm növü kimi inkişaf elədiyi ölkələrdə, həmçinin Azərbaycanda da müəyyən marşrutlar üzrə xüsusi bələdçi xidmətləri fəaliyyət göstərir. Marşrutların üzərində kempinq üçün əlverişli yerlər, eləcə də istiqamətlər və bulaqlar barədə məlumatlar ox işarələri ilə lövhələrlə göstərilib. Qısa marşrutları nişanlardan istifadə edərək rahat qət edə bilərsiniz. Amma uzun məsafəli yürüşlərdə bələdçilərin xidmətindən yararlanmağınız məsləhətdir. Şəkidə bu işin peşəkarı az deyil. Bələdçimiz Asiflə yürüşlərə güvənli halda gedirik və təbiətlə ünsiyyətdən rahat şəkildə həzz alırıq. Bəzən hiking eləyən zaman məlum yollardan əlavə yeni yerlər də kəşf eləmək istəyə bilərsiniz. Bunun üçün yola kifayət qədər hazırlıqlı çıxmalısınız. O zaman sizə mütləq yemək lazım olacaq. Biz də qabaqcadan yolumuzu və vaxtı bildiyimiz üçün yürüşə yaxşı tədarüklə çıxmışıq. İndi isə fasilə eləməyin vaxtıdır. Şəki mətbəxi çox çeşidli və çox zəngindir. Plovun 100-dən çox növü var. Bundan başqa Şəkinin pitisi Azərbaycanda çox məşhurdur. Deyirlər ki, ən gözəl pitini elə Şəkidə verirlər. Amma indi Şəkidə olsaq da Şəki mətbəxindən istifadə edə bilmirik. Çünki hiking yürüyüşlərində bu mümkünsüzdür. Əlimizdə nə var, onu pişirib yeyəcəyik, çünki ac qalmaq da olmaz. Demək, əlimizdə nə var? Yumurta, kalbasa, pomidor, yağ, duz, istiot. İndi bunları qarışdırıb görək nə alınır. Azərbaycanın milli mətbəx mədəniyyətinin formalaşmasında Şəkinin xüsusi yeri var. Milli çalarları ilə seçilən ənənəvi Şəki yeməkləri Azərbaycanın mətbəx mədəniyyətini xeyli zənginləşdirir. Ölkənin aşçılıq və qanatçılıq sənətinin mərkəzlərindən biri olan Şəki təkcə özünün ləziz və ətirli xörəkləri ilə deyil, həm də zəngin çeşidli, xüsusi zövqlə seçilən şirniyyat məhsulları ilə də tanınır. Yeməyimiz hazırdır. Mənə elə gəlir ki, çox dadlı, ləzzətli bir şey aldım. Görünüşü də qəşəngdir. Adama gəl deyir. Nuş olsun. Bu nişanlar yolu azmamaq üçün çox kömək edir və onlar Şəkidə mövcud olan bir çox hiking marşrutlarında mövcuddur. Və bunları Şəki Regional Turizm İdarəsinin əməkdaşları hazırlayıblar. Onların hazırladığı daha qiymətli bir iş, o da Şəkidə mövcud olan 8 hiking marşrutunun belə xəritəsidir. Yollar müxtəlif rənglərlə göstərilib və burada həmin marşrutlar haqqında geniş məlumat var. Biz bu xəritədən istifadə eləmədik, çünki bizim bələdçimiz var idi, Asif. O bu yolları 5 barmağı kimi tanıyır. Amma buna baxmayaraq bu nişanlar yenə də bizə kömək oldu.
15 dəqiqəlik fasilədən sonra yolumuza davam edirik. Onu da qeyd edeyim ki, yürüşümüz hiking olsa da, onda trekking əlamətləri də az olmadı. Trekkingə zirvə yürüşləri də aid ola bildiyi üçün bu onu idmana, xüsusilə alpinizmə daha yaxın eləyir. Hiking və trekkingin əsas fərqləndirən cəhətlərindən biri məhz bu fəaliyyət növlərinə sərf olunan vaxtdır. Bir çox mütəxəssislər hikingi bir günlük yürüyüş kimi qiymətləndirir. Belə ki, hikingin müddəti 2 və 10 saat arasında dəyişə bilər. Trekking isə ən azı 2 gün, 1 həftə, 1 ay, hətta daha çox ola bilər. Vaxt məsələsinə trekkinglə yollarımız ayrılır. Çünki 5 saata yaxın gedəcəyimiz yolu 3-4 saata inəcəyik. Yəni Xan Sarayı, Xan Yaylağı hikinginə gediş-dönüşlə bərabər sərf olunacaq vaxt 8-10 saatdır. Xan Yaylağında çadır qurub gecələməyə də ehtiyac yoxdur. Amma bu zirvədən ətrafı izləmək, mənzərədən həzz alıb heyranlıq hissini yaşamağa çox ehtiyac var. Bura Şəki Xan Yaylağıdır. Nəhayət Xan Sarayı, Xan Yaylağı hiking marşrutumuzu bu yerdə tamamlayırıq. Onu da deyim ki, lövhədə göstərildiyi kimi bizim yolumuz 4 saat yarım yox, 5 saat yarım oldu. Çünki yol boyu həm çəkiliş elədik, həm də təbiətin gözəlliyindən zövq aldıq. Onu da deyim ki, yolda 2 bulağa da rast gələcəksiniz və onların da suyu çox dadlı və şəffafdır. Və buradan Şəkiyə inanılmaz dərəcədə gözəl mənzərə açılır. Buradan Şəki ovucunuzun içi kimi görünür. Nəinki Şəki, hətta Böyük Qafqaz dağlarına siz yuxarıdan baxırsınız. Biz hal-hazırda dəniz səviyyəsindən 2100 metr hündürlükdəyik. Bu mənzərəni görmək, bu marşrutu qət eləmək və kəşf eləmək çox gözəldir. Yaylağa 4 fərqli istiqamətdən qalxmaq mümkündür. Onlardan biri də xüsusi maşınlarla Marxaldan qalxmaq üçün müəyyən məbləğ ödəniş qarşılığında xidmətlər təklif edilir. Əsas yolu qət edib yaylağın ərazisinə gəldik. Yaylaqdan tarixi Şəki şəhəri, gözəl Kiş kəndi, əzəmətli Kiş çayı, sərhəd zolaqdakı yüksək dağlıq zonalar və hətta hava aydın olarsa, Mingəçevir su anbarını belə görmək mümkündür. Vaxtilə Şəki xanlarının istirahət zonası olan Xan Yaylağı inanılmaz dərəcədə təbiət gözəlliyinə sahibdir. Tarixi və gözəlliyi ilə seçilən yaylaq Şəki şəhərinə və ətrafdakı ən yüksək dağ zirvələrinə açılan möhtəşəm mənzərələri ilə insanda heyrət yaradır. Seyid Yurd, Nohur dağ və digər zirvələrin əzəməti buradan aydın şəkildə görünür. Şəkidə olduğumuz müddətdə kifayət qədər maraqlı yerlər gördük. O yüzdən təəssüratlarımız aşıb-daşır. Burada biz gözəl emosiyalar depoladıq. Özümüzlə bolluca xoş xatirələr aparırıq. Şəkinin qaynar həyatı, minlərlə turistlər, Şəki sənətkarlarının əl işləri, Şəki təamları, şirniyyatları, şirin Şəki ləhcəsi elə mənzərə yaradır ki, ondan doymaq olmur. Onu bir dəfə görmək bəs eləmir. Çünki hər dəfəsində nə isə kəşf edəcəyinə əminsən. Şəki turist üçün o qədər maraqlı və yadda qalan imkanlar açır ki, bura gələn hökmən bir də gəlir. Şəkinin ecazkar təbiəti, yamyaşıl meşələri, uca dağları, şəlalələri, füsunkar vadiləri hər addımda sizi heyrətləndirəcək. Bu torpaq qədim karvan yollarının, çoban cığırlarının və başı buludlu zirvələrin vətənidir. Şəkini gəzdikcə, onu tanıdıqca əmin olursan ki, kəşf eləmək gözəldir.